Türkiyə Maarif Vəqfi və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda yaradılmış Bilim Maarif Atelyesinin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Professor Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun Direktorlar Şurasının sədri Əlvan Kuzucu, həmçinin elm və texnologiya sahəsində fəaliyyət göstərən digər nüfuzlu qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən səfir Birol Akgün Türkiyə və Azərbaycan arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, belə fikirlərini jurnalistlərlə də bölüşüb. Türkiye ve Azerbaycan arasındaki bilimsel eğitim ve kültür alanındaki bu işbirliklerinin yarının büyükleri olan çocuklarımızın iyi yetişmesi için çok önemli olduğunu düşünüyorum. Biz sadece siyasi, ekonomik alanlarda değil, özellikle Türkiye ve Azerbaycan'ın her alanda işbirliğini artırması ve geleceğe birlikte daha güçlü şekilde hazırlanması için çalışıyoruz. O cümlədən digər rəsmilər də Missiya TV-yə müsahibə verərək qardaş ölkələr arasında həyata keçirilən belə uğurlu işlərin davamlı olmasını diləyiblər. Bilim Maarif Atölyesi, TEİÇ Vakfı'nın teknoloji alanındaki tecrübesiyle Maarif Vakfımızın eğitim alanındaki tecrübesini birleştirerek Azerbaycan'da hem kendi öğrencilerimiz, okullarımızdaki eğitim alanı öğrencilere hem de okullarımızın öğrencisi olmayanlara hafta sonları ve yazın temel bilim alanlarında eğitim vermek üzere tasarlanmış bir atölye. Buradan yetişen gençlerin insanlık için, toplum için, dünya için daha iyilik duygularıyla hareket etmelerini, buradaki teknolojileri de toplumun faydasına olacak şekilde üretmeleri noktasında hem bu eğitimleri verirken aslında kendi kadim medeniyetimizin adalet ve merhamet duygularını da buradaki gençlerimize onlara aksettirmek ve onlara bu yönlü de eğitim vermek maksadındayız. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz olunan Bilim Maarif Atelyesi gənclərin texnoloji biliklərini inkişaf etdirmək və innovativ düşüncə tərzini təşviq etmək məqsədi daşıyır. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Missiya TV.